Nə qədər bu təhlükəyə hazırdılar? Tam istəyər ki, olmasın. Hara gediriksə sual verək ki, bunu bizə göstərir ki, hə balon var. Təhlükəsiz deyəndə biri xostavar satır. Kimdə buranın sahibi? Söhbət eləmək istəyirik. Xanım deyir ki, deyəsən budur. O deyəsən borc kağızıdır. Bu günlərdə paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın və 3 nəfərin ölümündən sonra hadisə səbəb kimi bir sıra təxminlər səsləndi. Onlardan biri də binanın birinci mərtəbəsindəki restoran və klinika idi. Bu isə öz növbəsində paytaxtda demək olar ki, bütün binaların birinci mərtəbəsində olan qeyri-yaşayış obyektlərinin təhlükəsizliyi, xüsusən yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Onlara görə nə qədər adam xəsarət çəkir olmaz da. Hər halda hamı istəyər ki, olmasın, çünki təhlükədir. Təhlükə mütləq qaçılmazdır. Haçansa mütləq olacaq. Olmamalıdır. Kim ki tikir binanın tikənlərin təqsiridir də. Pul qazanırlar, nə özləri üçün. Bəziləri normaldır, yaxşıdır, bəziləri yox. Yox dedikləri hansılardır? O içki oturub içirlər, kafe-mafe olur, içəridə otururlar gecələr, səhərəcən baş qulaq yaparır cəmaatın. Bir şey olmasa yaxşıdır da, işi möhkəm tutmaq lazımdır. Vətəndaş kimə maraqlansan da gedib onlara heç söz deyə bilmərəm. Amma onu sözləyən qurum var. Qurumlar gəlib bunları yoxlamalıdırlar. Binaların birinci mərtəbəsində yerləşən obyektlər mütləq fəaliyyətləri zamanı müvafiq dövlət qurumlarının rəyləri əsasında prosesləri həyata keçirməlidir ki, hər hansı bir təhlükə, belə deyək, riski də olmasın. Bu restoran vaxtı-vaxtında qurumlar tərəfindən yoxlanılırmı və müəyyən rəy verilirmi? Valla hər ildə 2 dəfə deyək də, 6 aydan bir restoranda təhlükəsizlik tədbirlərinə dair bütün qurumlar yaxınlaşırlar, hər şey qaydasında olduğuna dair bütün sənədlər verilir. Sizdə bu obyekt ümumiyyətlə yoxlanılırmı aidiyyatı qurum tərəfindən? Kağızlarımız da var, Fövqəladə Hallar Nazirliyində o qızabulun deyirlər, yəni ondan da var. Göstərəcək mi olmasa, nəsə var orada? Hə, balonunuz da var. Bəli, yenilənir. Bir yanğın baş versə onu işlədə bilərsiniz, yoxsa öyrənmisiniz artıq? Bəli, bəli. Keçiblər bizə təlimini. Və bir də sizə bir kağız veriblərmi məsəl üçün? Pulumuz var. Əgər sir deyilsə baxa bilərəm. Olar, problem deyil. Baxaq zəhmət olmasa, xanım deyir ki, deyəsən budur. O deyəsən borc kağızıdır. Müştərilərin desən lisə kağızı. Yox, bu başqa bir şeydir. Əgər yoxsa, niyə yoxdur? Müəyyən qurumlar var. Vaxtı-vaxtında gəlib burada bir yoxlama aparırlarmı? Baxırlarmı yoxsa? Hə, bu balonunuz var. Mən hara gedirəmsə, deyir hə balonumuz var. Bax, İlham göstərir. Bu balon demək olar ki, bütün obyektlərdə var. Və biz hara gediriksə sual verək ki, bunu bizə göstərir ki, hə balon var. Bu birinci məsələ bu balondan istifadə məsələsidir. Yəni bu balonu istifadə edə bilirsiniz bir hadisə baş versə yoxsa? Yox. Və digər məsələ müdiriyyət yoxdur, hə? Dövlət nəzarətinin həyata keçirilməsi obyektə od söndürən balon alınıb qoyulması demək deyil. Obyektə yoxlamamızı keçirtdik. Aşkar etdik ki, bura od söndürən balonla təmin olunmuyor. Od söndürən balonun təmin edilməsi üçün sahibkara tələbnamə verilir və vaxt verilir. Bu vaxt çərçivəsində də o od söndürən balonu alıb yerinə qoymalıdır. Yəni xəbərverici siqnalizasiya qurğusunu quraşdırmalıdır. Və biz bir neçə dəfə bu tədbirləri gördükdən sonra artıq sahibkar bu tələblərə məhəl qoymadıqda artıq qanunun növbəti müddəaları həmin sahibkarların fəaliyyətini məhdudlaşdırmasına bağlı qərarlar qəbul edilir.